baxın, nitq təlimliyindən danışdınız. Yəni efirdə necə görünürlər aparıcılar, nitqləri necədir, danışıqları necədir, Azərbaycan dilinin səviyyəsi necədir? Televiziya yalnız nitq demir. Baxın, televiziya aparıcısı o qədər çətin bir peşədir ki, baxın, bu adam nələri bacarmalıdır? Bir, gözəl olmalıdır. 2, intellektli olmalıdır. 3, yaxşı diksiyası olmalıdır. Bu adam hazır cavab olmalıdır. Bu adam maraq qazanmaq qabiliyyəti olmalıdır. Auditoriyanı idarə etmək, insanları səhrə salmaq, insanları heyran etmək, özünü sevdirmək bacarığı olmalıdır. Yəni bir televiziya aparıcısı ancaq bugün Azərbaycan televiziyasında baş verən bu deyil. Televiziya aparıcısı yüzü birində adamdır və bu həmişə yetişmir. Məsələn, Məhəmməd Əli Bərat var idi, keçəl idi, heç qəşəng də deyildi. Diksiyasında belə problemi var idi. Amma adam nə qədər maraqlı idi. Bəzən orada heç gözəllik, heç diksiya önəmli olmur. Sən tamaşaçının rəğbətini qazana bilirsənmi? Sən onu əldə saxlayacaq qədər intellektualsanmı? İntellektlə saxlaya bilirsənmi? Yəni bu televiziyada aparıcı üçün gözəllik də vacibdir, hamısı vacibdir. Amma yəni bunun digərləri güclü olanda birini unutmaq olur, birinə göz yummaq olur. Biz əsas gözəlliyə fikir verirlər səncə? Gözəllik və diksiyadan başqa heç nəyə fikir vermirlər. Baxın, bəzən xəbər aparıcılarına götürürlər, başqa bir verilişləri verirlər. Düşür robot sisteminə, hərəkət edə bilmir. Sualdan kənara çıxa bilmir. Bir yaradıcılığı yox, bir ruhu yox, bir kreativliyi yox. Ona görə deyirəm ki, televiziya aparıcısı yetişdirilməlidir. Emalatxanalarda, yaradıcılıq emalatxanalarında yetişdirilməlidir. Başlamalıdır sıfırdan o adam və elə adam da çox deyil. Yəni bir adam necə ola bilər ki, Allah adama hər şey versin? Gözəllik də versin, boybuxun da versin, diksiya da versin, nə bilim Allah versin də versin. Bu olmur axı. Ona görə belə insanlar olanda, bu insanları belə saxlamaq lazımdır ki, şükür ki bizim belə bir nümunəmiz var. Və onu qaralayıb, incidib yox eləmək yox.